Salam, hər vaxtınız xeyir olsun. Burada qeyd edilir ki, Monqol işğallarının ilk dövrlərində köçəri maldarlardan, otlaqlardan istifadəyə görə ödədiyi, daha sonradan oturaq əhalidən can vergisi kimi alınırdı. Bu təbii ki, qovçur, yəni D variantı uyğun cavabdır. Cizyə ilk dövr köçəri Monqol dövründən cizyə Monqollardan qalmır. Bajdır, bunlar ərəblərdədir. Tamğa Monqollardan qalıb, lakin sənətkarlardan alınan vergidir. 3/1 vergisidir. Yəni 9-11-ci əsrlərə aiddir. Ona görə də D uyğundur. Digər bir sualda qeyd edilir ki, Qazanxan islahatları, rabitə, ticarət, məhkəmə və digər islahatları yazmaq olar. Digər bir sualımızda qeyd edilir ki, Monqol qoşun hissələrinə verilən torpaqlar idi. Bu torpaqların alınıb satılıb bağışlarına və ya başqa şəkildə özgəşləşinə verilə bilməzdi. Yalnız hərbi qulluq göstərilənlərin ala biləcəyi torpaqlar idi. Torpaq sahibinin ölümündən sonra onun hərbi işini davam etdirən xələfinə çatırdı. Bu, Ərəb xilafətindən gəlib çatıb, eyni zamanda Hülakülər dövlətində də deməli, iqta adlanan torpaq mülkiyyət forması idi ki, bu hərbiçilərə verilirdi. Ona görə də burada iqta doğru cavab olacaqdır.